Bu sual Əli Əl-Əsbəhidəndir. O soruşur, siz bu çəkilişlər zamanı bir neçə üzük taxırsınız. Bu üzüklərin sayı və növü ilə bağlı bir məna varmı? Bir məna? Bəli, əlbəttə ki, mənası var. İmamın etdiyi hər şeyin bir mənası olur. Ona görə də gəlin bunu insanlarla bölüşək. Maşallah. Bu üzük, bu mənim nişan üzüyümdür. Çünki mən evliyəm. Deməli, bu məsələ budur. Bu üzüyə gəlincə, bu qırmızı Yəmən əqiqi üzüyüdür. Ətrafında da zümrüd daşlar var. Bu üzük mənə illər əvvəl The Arrivals Gələnlər serialını çəkəndə hədiyyə edilmişdi. Bu üzüyü mənə hədiyyə edən adam onu Afrikadakı müəyyən bir ölkənin rəhbəri olan birindən almışdı. Mən bu qırmızı əqiq üzüyünü taxıram. Çünki bu bir sünnədir. Məhəmməd Peyğəmbər özü də belə bir üzük taxardı və möminlərə də Yəmən əqiqindən üzük taxmağı tövsiyə edərdi. Bu da Yəmən əqiq daşının özünə məxsus xüsusiyyətlərinə görədir. Bu daş sehrə qarşı qoruyucudur. Cinlərin hücumlarına qarşı qoruyur. Ümumiyyətlə insanı qoruyur. Çünki bu qırmızı Yəmən daşı bir dağdan gəlir. O dağ isə Allahın təkliyini, Muhammed sallallahu aleyhi və alihin Allahın elçisi olduğunu və Əlinin, imamların, Mehdilərin Allahın höccətləri olduğunu ilk qəbul edən dağ idi. Bu üzüyü də taxıram. Bu üzük oniks üzüyüdür. Burada oniks daşı var. Bunu taxıram. Çünki bu qara daşdır. Və Tövhid kitabında İmam Əhməd Əl-Həsən əleyhissalam qeyd etmişdi ki, bu qara daşın qaimlə xüsusi bir əlaqəsi var. Çünki qaim qara daşdır. İnşa edənlər tərəfindən rədd edilən künc daşıdır. Yəni hörgünün əsas daşı, təməl daşıdır. Bu daş əvvəlcə ağ idi. Bəzi rəvayətlərdə deyilir ki, Adəm əleyhissalam cənnətdə olarkən onu təpikləmişdi. Sonra isə cənnətdən qovulduqdan sonra Allah bu daşı iki yerə endirdi. İnsanların günahlarına görə bu daş qara rəngə büründü. Bu Kəbənin yəmani küncündə yerləşən məşhur qara daşdır, oniks daşı. Xüsusilə Yusif peyğəmbərlə əlaqələndirilir. İsrail kahinlərinin döş nişanlarında və başqa yerlərdə hər bir qəbilə bir daşla simvolizə olunurdu. Yusif isə oniks və ya qara daşla təmsil olunurdu. Bu üzüklə bağlı bir başqa cəhət də var. Bu üzükdə mənim dəvətimin müqəddəs möhrü həkk olunub. Bu altı gövşəli ulduzdur və bizə peyğəmbərlərdən miras qalan simvollardan biridir. Bu bizə Davud əleyhissalamdan miras qalıb. Bu İmam Əhməd Əl-Həsən əleyhissalamın möhrüdür. Bax, bunlar mənim taxdığım üzüklərdir. Mənim üçün çox dəyərli olan başqa üzüklər də var və düşünürəm ki, bu gün axşam onlardan birini göstərmək istəyirəm. Bu üzük mənim üçün çox önəmlidir. Bu üzük yəmani daşı olan xüsusi bir üzükdür. Bu alovlu, gözəl bir daşdır və çox əvvəllər çox dəyərli bir şəxsə məxsus olub. Mənə də xüsusi yollarla gəlib çatıb. Bu daşı özünə məxsus edən şey odur ki, içərisinə baxsanız və bəlkə rejissordan xahiş edək ki, onun şəklini çəkib videonun ortasında paylaşsın. Onun içində qan kimi görünən bir şey var və bu ona görə belədir ki, o qandır. Bu körpə Abdullahın qanıdır. O yerə axıb və sonra bu daşın içində qorunub saxlanıb. Bu torpaq parçası qiymətli daşa çevrilib. Bu qiymətli daş o vaxtdan bəri Əhl-i-Beyt imamlarında olub və bu gün mənə gəlib çatıb. Allahu Əkbər. Muhammed və Ali Muhammedə salavat. Allahumma